Xəritələr, onları hər gün görürük, elə deyilmi? Amma bir anlıq düşünək, biz onların danışdığı hekayəni, o dildəki incəlikləri həqiqətən anlayırıqmı? Çünki xəritələr əslində sadəcə yerləri göstərən rəsmlər deyil. Yox, hər birinin özünə məxsus bir məqsədi, öz qaydaları və tamamilə fərqli bir dili var. Gəlin elə bugün birlikdə bu gizli dilin şifrələrini açaq. İlk baxışdan bu sualın cavabı bəlkə də hə kimi səslənir, amma inanın, dərininə getdikcə görürsən ki, heç də elə deyil. Təsəvvür eləyin, eyni məkana baxan iki fərqli xəritə bizə tamamilə fərqli dünyalar göstərə bilər. Yaxşı, bəs bu necə olur? Sir nədədir axı? Bax hər şey məhz buradan başlayır, məqsəddən. Bir xəritəni yaradan adam, yəni kartoqraf, bizə nəyi göstərmək istəyir? Bir ərazinin geologiyasını, yoxsa oradakı turizm marşrutlarını mı? Bax, bu sualın cavabı o xəritənin sanki DNT-sini təşkil edir. Onun bütün dizaynını, rənglərini və ən əsası bizə hansı hekayəni danışacağını müəyyən edir. Gəlin bu sirli dili anlamaq üçün xəritalara 3 fərqli pəncərədən baxaq. Birincisi, ən birinci sualımız, onun əhatə dairəsi nədir? Yəni, bir baxışda nə qədər böyük bir ərazini görürük? Bütün dünyanı, yoxsa sadəcə bir şəhəri? Deməli, ən üstdə bütün planeti qucaqlayan dünya və yarımkürələr xəritələri var. Bir pillə aşağı enəndə artıq qitələrə və okeanlara fokuslanırıq. Ən detallı səviyyədə isə ölkələr, hətta şəhərlər və balaca rayonlar qarşımıza çıxır. Hər biri sanki dünyaya fərqli hündürlükdə olan bir pəncərədən baxmaq kimidir. Yaxşı, bəs bu fərqin praktikada nə mənası var? Əslində, çox böyük mənası var. Məsələn, dünya xəritəsi bizə okean cərəyanları kimi, iqlim dəyişikliyi kimi böyük mənzərəni göstərir. Amma bir şəhərin xəritəsi o yeni bir metro xəttinin haradan çəkiləcəyi kimi çox vacib, yerli qərarlar üçün əvəzsizdir. Yəni, biri qlobal anlayış üçündür, digəri isə konkret lokal fəaliyyət üçün. Deməli, xəritənin nə qədər yer göstərdiyini bildik. İndi isə gəlirik daha maraqlı, daha incə bir suala. Bəs bu ərazini nə qədər detallı göstərir? Bax, bu sual bizi birbaşa kartoqrafiyanın ürəyinə, ən vacib anlayışlardan birinə, yəni miqyasa gətirib çıxarır. Ümumiyyətlə, 3 növ miqyasdan danışırıq, amma burada diqqətli olun, çünki biraz tərs məntiq var. Böyük miqyas deyəndə, əslində böyük detallar nəzərdə tutulur. Yəni, kiçik bir ərazinin çox dəqiq təsviri. Kiçik miqyas isə əksinə az detal deməkdir. Yəni, böyük bir ərazinin quş baxışı, ümumi görünüşü. Belə bir qızıl qayda var, miqyasın məxrəcindəki rəqəm nə qədər kiçikdirsə, xəritə bir o qədər detallı, yəni böyük miqyaslıdır. Bəs niyə, məsələn, bütün dünyanı göstərən bir xəritəyə hər küçəni, hər binanı, hər ağacı sığışdıra bilmirik? Təsəvvür edin də, bu bir rəsm əsərinin üstünə minlərlə xırda-xırda detal çəkmək kimi olardı. Nəticə tam bir xaos. Amma xoşbəxtlikdən kartoqrafların bu xaosa qarşı möhtəşəm bir həlli var. Bu super həllin adı kartoqrafik generalizasiyadır. Amma bu söz sizi qorxutmasın. Bu, sadəcə məlumatı pozmaq deyil, əslində bir sənətdir. Reallığın içindən ən vacib elementləri seçib, xəritənin hekayəsini aydın və anlaşıqlı şəkildə danışmaq sənəti. Gəlin bir kartoqrafın beyninə girək. Proses təxminən belə gedir. Birinci addım. Yaxşı, bu hekayə üçün ən vacib olan nədir? Deyib, o obyektləri seçir. İkinci addım. Bu xırda detalları birləşdirib daha böyük, daha anlaşılan bir mənzərə yarada bilərəmmi? Və sonuncu addım, bu mürəkkəb, əyri-yürük xətləri necə sadələşdirim ki, həm göz yorulmasın, həm də əsas məna itməsin. Baxın, generalizasiya praktikada bax belə işləyir. Solda gördüyünüz onlarla kiçik, bir-birinə yaxın göl, kiçik miqyaslı bir dünya xəritəsində sağdakı tək, anlaşılğı bir gölə çevrilir və ya bir çayın hər bir qıvrımı daha axıcı, daha ümumi bir xətlə əvəz olunur. Yəni detallar itmir, sadəcə daha aydın bir hekayə danışmaq üçün ümumiləşdirilir. Və bir şeyi qətiyyən unutmayaq. Generalizasiya xəritənin bir qüsuru, bir səhvi deyil, əksinə onun gücüdür. Məqsəd reallığı olduğu kimi kopyalamaq yox, reallığı bizə anlatmaqdır. Əsas olanı ön plana çıxarmaq, vacib olanı vurğulamaqdır. Beləliklə, xəritənin coğrafi çərçivəsini və detallıq səviyyəsini anladıq. İndi isə son və ən fundamental suala gəlirik. Bütün bunlarla xəritə bizə nə demək istəyir? Yəni, onun məzmunu, onun hekayəsinin mövzusu
nədir? Gəlin xəritaları iki fərqli peşəkar kimi düşünək. Tematik xəritələr sanki dərin bir sahənin mütəxəssisidir. Onlar yalnız bircə mövzuya, məsələn, əhali sıxlığına fokuslanır və o mövzu haqqında bizə hər şeyi danışır. Kompleks xəritələr isə fərqli sahələri birləşdirən bir sistem analitikinə bənzəyir. Onlar bir neçə mövzunu bir araya gətirərək aralarındakı əlaqəni, o böyük mənzərəni göstərir. Tematik xəritalarla əslində biz hər yerdə qarşılaşırıq. Bir xərita, məsələn, yalnız siyasi sərhədləri göstərə bilər, başqa heç nə. Digəri yalnız torpaq tiplərini. Üçüncüsü isə bir regionda yağıntının necə paylandığını. Hər biri öz mövzusunun dərinliklərinə enir və həmin hekayənin əsl ustasıdır. Kompleks xəritələrin gücü isə, dediyim kimi, sintezdədir. Məsələn, bir sinoptik xəritəyə, yəni hava proqnozu xəritəsinə baxanda biz təkcə temperaturu yox, eyni zamanda təzyiqi, küləyi, buludluluğu hamısını bir yerdə görürük. Niyə? Çünki hava dediyimiz şey məhz bu elementlərin birliyindən yaranır. Onlar bizə ayrı-ayrı parçaları yox, bütöv bir sistemi göstərir. Yaxşı, artıq bütün alətlərimiz əlimizdədir. İndi bir xəritəyə sanki bir detektiv kimi yaxınlaşmağın vaxtı çatıb. Gəlin, öyrəndiyimiz bu üç ipucunu, əhatə, miqyas və məzmunu birləşdirib böyük mənzərəni, yəni xəritənin əsl hekayəsini üzə çıxaraq. Beləliklə, əlinizə aldığınız hər bir xəritə əslində bu üç sadə sualın cavabıdır. O hansı ərazini göstərir, nə qədər detallı göstərir və hansı mövzuda hekayə danışır. Bax, bu üçlüyü anladığınız an siz artıq sadəcə xəritəyə baxan yox, onun dilini danışan birinə çevrilirsiniz. Və bu da bizim bugünkü söhbətimizin əsas fikri. Hər bir xəritə dünyanı anlamaq üçün xüsusi olaraq seçilmiş bir hekayədir. Kartoqraf bir hekayəçidir, xəritə isə onun kitabıdır. Bizim işimiz isə bu kitabı düzgün səhifələmək və onun dərin mənasını anlamaqdır. Elə isə, indi bu yeni biliklərlə, bu yeni gözlərlə ətrafınıza bir baxın. Qarşınıza çıxan növbəti xəritə, istər telefonunuzda olsun, istərsə də bir kitabda, sizə hansı gizli hekayəni pıçıldayacaq? Diqqətlə qulaq asın. Cavablar düşündüyünüzdən daha maraqlı ola bilər.